Xəzər Lənkəran karyerası 1-ci bölüm. Xəzər Lənkəran klubunun hazırki heyəti. İndi isə bu kluba bəzi transferlər edəcəyik. Zerato, Cagger, Gəncəvi və Əs. Potensiallı futbolçular transfer edildi. Hədəfimiz bu oyuncuları satıb heyəti gücləndirmək. Cagger üçün 1,4 milyon təklifi qəbul edib yerinə 2 oyuncu transfer etdik. Transferlərdən sonra heyətimiz Azərbaycan çempionatı start götürür. Birinci turda rəqibimiz Qarabağ olacaq. İlk turda Qarabağa 4 gols məğlub olduq. İkinci turda evdə İmişlini 3-1 məğlub etdik. Üçüncü turda Turan səfərindən məğlubiyyət ilə ayrıldıq. Dördüncü turda evdə Şamaxı ilə 0-0 bərabərə qaldıq. Beşinci tur Qəbələ səfərində bərabərə qaldıq. 5 turun ardından 5 xalla 7-ciyik. Altıncı turda rəqibimiz Sumqayıtdır. Sumqayıt ilə 0-0 bərabərə qaldıq. Növbəti turda evdə Zirəni 1-0 məğlub etdik. Növbəti sezon isə Araza səfərdə 4 cavabsız qolla məğlub olduq. 9-cu turda evdə Neftçiyə 1-0 məğlub olduq. 10-cu tur Sabah səfərindən məğlubiyyət ilə ayrıldıq. 10-cu turun nəticələri. 10 turdan sonra turnir cədvəli. 11-ci turda evdə Kəpəz ilə 0-0 bərabərə qaldıq. Azərbaycan kubokunda ilk turda rəqibimiz Sumqayıtdır. İlk oyun evdə 2-1 hesabı ilə qalib gəldik. Cavab oyununda isə səfərdə 0-0 bərabərə qaldıq və ikinci tura vəsiqə qazandıq. 12-ci turda evdə Qarabağa biabırçı hesabla uduzduq. 12 turdan sonra 2 əzəli rəqibi sonuncudur. 13-cü tur İmişli səfərində çox vacib qələbə qazandıq. Bu pis vaxtda Carlinhos üçün gələn 1,8 milyon təklifi qəbul etdik. Onun yerinə bu iki canavar kimi müdafiəçini transfer etdik. 14-cü turda rəqibimiz Turandır. Evdə rəqiblə 1-1 bərabərə qaldıq. 15-ci turda səfərdə Şamaxıya 2-1 uduzduq. 15-ci turun nəticələri. 15 turdan sonra vəziyyət ürəkaçan deyil. Klubun prezidenti deyir ki, vəziyyət belə getsə sizi atdır edəcəm klubdan. Bölüm. 16-cı turda evdə Qəbələyə 5-0 qalib gəldik. 17-ci tur Sumqayıt səfərindən qələbə ilə ayrıldıq. Azərbaycan kuboku 4-də 1 finalında rəqibimiz Zirədir. İlk oyunda səfərdə 2-0 məğlub olduq. Çempionatın 18-ci turunda da Zirə ilə oynadıq və 2-0 məğlub olduq. Kubok oyunu öncəsi oyuncularımız it kimi yorulublar. Kubokun cavab oyununda evdə 2-0 məğlub olduq və kubokda mübarizəni dayandırdıq. 19-cu tur evdə Araza 1-4 uduzduq. 20-ci turda derbidə Neftçiyə səfərdə 2-0 uduzduq. 20 turdan sonra turnir cədvəli. 21-ci turda evdə Sabaha uduzduq. 22-ci tur Kəpəzlə bərabərə qaldıq. 23-cü tur Qarabağ səfərindən məğlubiyyət ilə ayrıldıq. Növbəti tur İmişliyə evdə 1-0 qalib gəldik. 25-ci turda rəqibimiz Turandır. Səfərdə 1-0 məğlub olduq. 25 turdan sonra liqada 10-cuyuq. Bölüm. 26-cı turda evdə Şamaxını 2-1 məğlub etdik. 27-ci turda Qəbələ səfərindən məğlubiyyət ilə ayrıldıq. Evdə Sumqayıta 2-0 məğlub olduq. 29-cu turda evdə Zirəyə məğlub olduq. 30-cu tur səfərdə Araz ilə bərabərə qaldıq. 30 tur nəticələri. 30 turdan sonra turnir cədvəli. 31-ci tur derbidə 1-0 qalib gəldik. Növbəti tur səfərdə Sabaha 1-0 qalib gəldik. Son tur Kəpəzlə bərabərə qaldıq. Bu sezon liqanı 9-cu bitirdik. İkinci sezon gələcək.